Beynə ki, zəhərmar fikirlər gəldi. Götürün, məsələn ki, görəsən indi anam öləcək, mən onu bastırmalıyam orada. Adam görür ki, haradan gəldi mən? Adam oturur o filmlərdə var, görəsən bu uşağın başında var, vursan nə olur? Özün söyürsən ki, bu uşağın axmaq fikir haradan gəlir? Balaca uşaqdır da, görəsən mən ona təpik vursan nə qədər uzaq da. Sonra adam özünü söyür ki, bu fikir mənim ağlıma necə gələ bilər? Mən qayıtıb bir dəfə yazmışdım ki, bəzən istəyərsən ki, uşaqların yox olsun, getsinlər. Görürsən ki, bu düzdür şeydir, ağlıdır. Necə yəni? Durasan bir gün görürsən uşaqların yoxdur. Və sən sərbəstsən, azadsan. Və görürsən, amma deyirəm ki, yəni bu sənin mundar adam olmaqla dəlalət eləmir. Oldu da gəldi. Və gördüm bir səvayədən yazdı ki, deməyəm, pislik olub belə. Bir anlıq da deyirsən ki, bir gün səhər asıldı, uşaqlar yox oldu da. Və o sonra gedir ha, bu yəni davamlı dördə, prosta belə ani belə dınq gəlir, sonra gedir və sonra sən peşman olursan ki, bu mən haradan gəlir bu fikir axı mənəyə. Və yəni biz quşların başımızın üstündə uçmasına mani ola bilmərik. Amma quşun başımızın üstündə qonub yuva salmasına mani ola bilərik. O fikir də elədir. Gəldi, ya atam öldü, nə bilim filan kəs belə oldu, belə. Bəzilər deyir ki, elə fikirlər gələndə bir dənə rezin qaytandan brasetləri taxılınır. Gələndə bir dənə buraxılır, danq vur, vəssalam. Bir gün, 2 gün, 3 gün bədən fizioloji olaraq mənfi fikirlərə qarşı immunitet yaradacaq. Bədən deyəcək ki, bədən bizi qorumaq istəyir axı. Deyəcək, bu fikir gələndə mən ağrı çəkirəm. Deməli, mən bunu az düşünməliyəm, bu negativ fikirləri.